Salam əziz tələbələr, bugün sizinlə şifrələr bölməsindən bəzi testlərin izahına birlikdə baxacağıq. Gəlin ilk testimizlə tanış olaq. Belə bir test verilmişdir. Şifrələr bölməsində bildiyimiz kimi hərflər müəyyən rəqəmlərlə və ya rəqəmlər hərflərlə və ya müəyyən işarələr rəqəmlərlə və ya əksinə hərflərlə şifrələnmiş olur. Burada verilən 5 söz mart, yama, ayım, ayam və s. sözlər müəyyən hərflərlə şifrələnmişdir. Bunu da qeyd edeyim ki, bir hərf, əgər tutaq ki, M hərfi, əgər bir rəqəmlə şifrələnibsə, bu test boyunca həmin M hərfi hər zaman həmin rəqəmlə şifrələnmiş olacaq. Bu testin əldə üçün ilk öncə gəlin cavabları bizə verilən hərf toplusunun qarşısına yazaq. Sonra nə edirik? Sonra baxırıq sütunlara. Gəlin birinci sütuna baxaq. Birinci sütunda biz 2M hərfi və 2A hərfi görürük. Gəlin rəqəmlərimizin birinci sütunlarına baxaq. Burada 2 ədəd 2 və 2 ədəd 1 görürük. Buradan M ya 2 ilə ya 1 ilə, A da ya 2 ilə ya 1 ilə işarələnmişdir. Bir də sonuncu sətrə baxaq, sütuna baxaq. Sonuncu sütunda 3 ədəd M hərfi görürük. Biz sonuncu sütunda, deməli, rəqəmlərin də sonuncu sütuna baxırıq. Burada 3 ədəd 2 görürük. Deməli, M hərfi 2 rəqəmi ilə şifrələnmişdir. M hərfi 2 rəqəmi ilə şifrələnmişdir. Gəlin də A hərfinin şifrəsinə baxaq. Gördüyümüz kimi birinci sütunda 2-dən əlavə 1 var idi və 1 rəqəmi də avtomatik olaraq A hərfinin şifrəsi olur. Bizim cavabımızda isə mart sözü axtarılırdı. M hərfinin yerinə 2, A hərfinin yerinə 1 yazdığımızda növbəti 2 hərfi tapmağımıza artıq ehtiyac qalmır. Çünki yalnız və yalnız bir cavabda C bəndində bizdə 2 və 1 rəqəmləri ilk 2 yeri tutur. Bu birinci testimizin həlli. Gəlin ikinci testimizə keçək. İkinci testimizdə müəyyən hərflər, müəyyən işarələrlə şifrələnmişdir. Bu işarələr hər hərfin öz işarəsini gəlin təyin edir. Gördüyümüz kimi burada birinci hərf G hərfi, burada dairə, Ö hərfi üçbucaq, Z hərfi kvadrat, Ə hərfi ulduz, N hərfi isə yana əyilmiş kvadrat kimi göstərilmişdir. Gəlin görək. Aşağıdakı sözdə Ö, Z, G və Ə hərfləri verilmişdir. Ö hərfi bizdə üçbucaqla işarələnmişdir. Gəlin burada Ö-nün yerinə üçbucaq. Z hərfi gördüyümüz kimi burada bizdə dördbucaqla şifrələnmişdir. Üçbucaq, dördbucaq. G hərfi gördüyümüz kimi dairə ilə şifrələnmişdir. Burada bir dairə. Ə hərfi isə ulduzla şifrələndiyini biz müşahidə edirik. Ənin yerinə bir ulduz çəkdiyimizdə biraz oxşamadı, amma gedər. Deməli, üçbucaq, dördbucaq, dairə və ulduz. Üçbucaq, cavablarda üçbucaq, dördbucaq, dairə və ulduz axtarıb C bəndini tapırıq. Artıq testimiz həll oldu. Növbəti tipə baxaq. Burada biraz vəziyyət fərqlidir. Bu testimizdə deməli, müəyyən fiqurlar vermişdir. Bu fiqurlar müəyyən rəqəmlərlə şifrələnmişdir. Gəlin yenə birinci testimizdə olduğu kimi rəqəmləri bu fiqurların qarşısına yazaq. Həmin sütun üsulundan istifadə etməklə hansı fiqurun hansı rəqəmlə şifrələndiyini öyrənir. Yazaq. A bəndi 745, 468, 571, 684 və 615. Gəlin baxaq birinci sütuna. Birinci sütunda 2 üçbucaq görürük. Baxaq birinci sütunumuzda 2 eyni rəqəm varmı? Bəli, cavab variantlarında da birinci sütunda 2 ədəd 6 rəqəmin görürük. Bu o deməkdir ki, üçbucağın şifrəsi 6-dır. İçi boş üçbucağın şifrəsi nə oldu bizdə? 6. Bizə verilən cavablarda da bizdən axtarılan bu fiqurların ardıcıllığında üçbucaq ikincidir. Deməli, biz ikinci rəqəmi 6 olan cavab axtarırıq. Gəlin cavablarımıza baxaq. Birinci cavabımızda ikinci rəqəm A-dır. D-də də belə 8-dir, Y-də 1-dir, C-də 7-dir. Artıq digər fiqurların hansı
rəqəmlərlə şifrələndiyini axtarmamıza ehtiyac yoxdur. Çünki artıq bizim cavabımız var. Yalnız cavabların içində B bəndində ikinci rəqəm 6-dır. Gördüyümüz kimi. Bu da ikinci testimizin. Baxaq sonuncu testimizə. Sonuncu testimizdə deməli müəyyən rəqəmlər verilmişdir və bu rəqəmlər müəyyən fiqurlarla şifrələnmişdir. Yenə eyni qaydada sətir və sütunların eynilinə istifadə edəcəyik. Baxaq birinci sütunda. Birinci sütunda 2 ədəd 5 rəqəmi müşahidə edirik. Gəlin baxaq cavablarımıza. Hansı cavablarımızda deməli ilk fiqur eyni olsun? Baxaq burada 3 bucaq, deməli ulduz, 3 bucaq, 3 bucaq, 4 bucaq, dairə. Ulduz artıq tapmışıq. 5-in ulduzla şifrələndiyini artıq biz öyrəndik. Hardan öyrəndik? Çünki birinci sütunda 2 ədəd 5 rəqəmlər təsadüf olunur və bu o deməkdir ki, onu şifrələyən fiqurlarda da cavablarda 2 ədəd eyni fiqur olmalıdır. Bu da B bəndi və Y bəndində müşahidə etmiş oluruq. Gəlin ikinci sütunumuza baxaq. İkinci sütunumuzda isə 2 ədəd 1, bu təbii ki, bunların hər ikisində eynidir. Birin şifrəsində tapdıq. Bu əslində bizə lazım deyildi, amma tapdıq. Bizə lazım olan nədir? Bizə lazım olan üçüncü sütununa baxaq. Üçüncü sütunda biz nə görürük? Üçüncü sütunda 3 dənə 6 görürük. 3 dənə 6 görürük. 3 dənə 6 gördüyümüz kimi bizim işarələdiyimiz iki cavabdan yalnız birində 6 var. Deməli biz üçüncü deməli fiquru üçündə də eyni olan B və Y arasında bir cavab tapmalıyıq. Üçüncü fiquru hər üçündə 1, 2, 3 bucaq. Deməli üçüncü fiquru 6 nə ilə işarələnmişdir? 6 yuxarıdan 6 baş aşağı 3 bucaqla içi doldurulmuş bucaqla işarələnmişdir ki, bu da yalnız B bəndində müşahidə olunur. Y bəndində deməli B bəndi və Y bəndində ilk iki fiqur eyni olmasına baxmayaraq, üçüncü fiqura görə, üçüncü fiqur 6 idi. Bu fərqlidir digərindən, amma B bəndində gördüyümüz kimi baş aşağı olan bu 3 bucaq 3 dənə cavab variantına uyğun gəldiyi üçün bu artıq 6 olduğunu biz aydınlaşdırdıq buradan və bizdən də 5, 1, 6-lı cavab istənildi. Bu da B bəndinə uyğun gəlir. Doğru cavab B bəndi. Sağ olun, gələn görüşlərə dək.